2-dən başladıq. Turqut, makerin var, yoxsa yoxdur? Yoxdursa məndən gəl götür. Hə, varsa götür gəl. Deməli, birinci Turqutla var. Gəl məndən götür, heç nə olmaz. Gəl, vaxt getməsin balam. Deməli, uşaqlar, ümumiləşdirici təkrar dərsimizin ilk tapşırıqları nə ilə bağlıdır? Burada nə etməliyik? Bizdən nə istəyir? Oxu buranı oğlum, yuxarını oxu. Belə dur, işığın qabağından qaç. Ay, sağ ol. Nə istəyir bizdən? Oxu. Nə iş görməyi istəyir? Ay, sağ ol. Uşaqlar, biraz səssiz olaq. Müqayisə edin. Sən birincini müqayisə edəcəksən. Birincidə nədir orada? Aha. 5 ilə 5 nədir bir-birinə? Qoy işarəni, ulduzun yerində qoy işarəni. Hə, qoy. Narahat olma. Hə, olsun. İndi bağla markeri əyləş. Banu, gəl. Varındı marker qızım. Aferin Turqut, düz. Əla balama. İndi Banu qızım, sən bunları müqayisəsini apar. Əla. İndi Sürəyyə qızım gəlsin. Varındı markerin? Əla. Gəl. Üçüncünü sən müqayisə edirsən. Şəmsi, yol ver yoldaşı var. Qızım, hansı böyüdü? Ay, sağ ol. İndi ona uyğun qoy. Hə, yaxşı. Sonra davamlı İslam Əli, gəl balam. Gəl. Hə, buyur İslam Əli. Müqayisəni apar. Düzdür, İslam Əli düz işləyir. Davam edirik. Hüseyin, gəl. Aferin, Hüseyin düz işlədi. Əyləş Hüseyin. İndi gəlsin mənim üçün. Rıza, gəl. Gəl balam. Rıza, sən birincini burada qalmışsan. Bunu müqayisə apar. Tərpətmə, Vüsal. Düzdür. Tərpətmə, Vüsal. Əyləş. İndi gəlsin Məryəm, gəl. Sonuncunun müqayisəsini apar. Aferin, düzdür. İndi uşaqlar, birinci tapşırıqda sadəcə olaraq bizdən müqayisə istəyirdi. Amma ikinci tapşırıqda isə nə yazılıb? Onu kim oxuyar? Əli Hüseyin, oxu gör orada nə yazılıb tapşırığın şərtində. Tapşırığın şərtini oxu, ikinci tapşırığın şərtini. Nə yazılıb bura? Ay, sağ ol, düzdür. Səhvləri tapın. İndi də birincini sən gəl lövhəyə. Birinci düzdür, yoxsa səhv? Üstünə üstə gəl qoy. Yəni onu düzəltməyə ehtiyac yoxdur. Üstə gəl işarəsi qoysun, yəni bu düzdür. Da belə pisiçka qoyuruq, biz sinifdə düz olanda belə quş qoyuruq. Bax, o cür bir quş qoy, get. Aferin, bu düz. Bu səhv düzəltməyə ehtiyac yoxdur. İndi ikincili gəlsin Nərgiz. Gəl, bax, görüm hələ, qızım. İkinci tapşırıq düzdür. Bax, gör. Ay, sağ ol. Nərgiz səhvi düzəltdi. Sakit oluruq. Mikail, gəl lövhəyə. Uğur, gəl lövhəyə. Əl vazına çıxaq. Gəl, Uğur, gəl. Gəl, baxaq, görək elə, Uğur. Gör, o düz yazılıb orada. Düzdür, aferin. Onda üstünə quş qoyaq. Düzəltməyə ehtiyac yoxdur. Aferin. Mikail, gəl. O birisinə bax, gör. Düzdür, yoxsa səhv? Sən özün düzəlt onda onu. Aferin, düzdür. Ziyyət gəlmişdin də bayaq, hə? Hə, onda gəl lövhəyə qızım. Yoxun da, hə. Bax, gör qızım o misalla. Düzdür, yoxsa səhv? Səhv. Onda düzəldirik. Aferin, qızım düzəltdi. Şəmsiqə görüm. Yoxun da, gəl. Gəl, bax, gör misalla. Kənara dur, damcı. Ay, vida da hazırlaş gəlirsən. Hə, böyüdür yoxsa kiçik? Böyüdür. 8. Ay, deməli səhv veriblər. Sən düzəlt onu. Ay, sağ ol. Vida, gəl. Makirin var. Gəl, ay, sağ ol. Sonuncu tapşırığa bax. Gör, düzdür yoxsa səhv? Sən onu da düzəld onu. Səhvdirsə düzəlt. Sən bilərsən.
Biraz da uzat onu birincisi. Biraz uzat ayaqlarını bilinmədi. Ay sağ ol. Düz. Deməli uşaqlar biz bunu birazdan öz dəftərimizdə yazacağıq. İndi isə mən istəyirəm ki biz açıb dəftərlərimizdə bunu sərbəst şəkildə özümüz yazaq. Hər kəs riyaziyyat dəftərini açır. Bəli. Görün kim sərbəst köçürdə biləcək. Necə? Niyə qızım? Nəyin yoxdur? İndi gələcək tənəffüsdə deyərsən. Mən sənə göndərəm. Bəli, bəli. Baxın, bu dəftərlərimizi açırıq. Qoyma, bizə lazım. Bu dəftəri açaq. Ayın tut bunu apar yaz balam. İstəsən alt-alta yaz ki, səliqəli olsun. Niyə elə böyük yazmısan? Ay Şəms, elə yaz. Turqut baxım, əlimi çək balam, görüm necə yaz. Müqayisələrin qoymamsan axı, böyüdür, kiçikdir. Elə qoy ki, qarışıq, bir-birinə qarışıq olmasın. Baxım Rıza, bitirmirsən deyəsən. Afərin. Altay, baxım sənə. Afərin, əlimi çək bir dənə. Altay bitirir. Əla. Hadi baxım, əlimi çək balam. Bitirdin, lap yaxşı. Gözlə müəllimə qiymətləndirəcək. Vüsal, sənin bu boyda yerin vardı. Buranı qoyub niyə oradan başlamısan balam? Ben belə başladım. Ne gözəl. Baxın qızım. Ay, sağ ol, davam edirik. Görək vəziyyətimiz. Görürsünüz, özünüz yaza bilirsiniz. Əla. Səliqəli, gözəl. Baxım qızım sənə, bana əlbi çək bala. Afərin, gözəldir. Sərbəst. Altındakiləri yox. Bir dənə misal biri yaz, düzdür. Baxım Yusif. Göstər. Çatmadı düş aşağı. Baxım Məhəmməd Əli. Afərin, düz. Gəldim. Necə? Mikail necə yazmışsan, baxım. Düzdür. İslam Əli. Oğlum, bir dama buraxsaydın daha səliqəli olardı. Görürsən, bir-birini alt-alta gəl. Bir dama buraxıb buradan başlasan yaxşı olardı, amma qaralama. Gələn dəfə bunu nəzərə al. Baxın. Düz. Həsən Əli də düz. Baxın Ziniyyət. Qızım, sən niyə bunu kvadrat içində yazırsan mənə balam? Getmişdin qızım bayaq. Qoy. Baxın Turqut gör necə yazdın. Aşağıdakı yazmağa ehtiyac yoxdur. Bir dənə İkincini yazmamışam. düz. Biraz bir gedin. Şəmsi biraz böyük yazmısan. Get qızım. Biraz çox böyük yazmısan. Sənə sən də yazıva baxın. Düzdür. Müqayisəni apardım. Birincidə müqayisə aparırıq. Qiymət yazın. Dəftəri gətirərsən birinci dəftər. Afərin qızıma.